Sen o kresloda oturanda bir dəqiqə də olsa məni düşündün. Sənə o qədər nifrət eləyirəm ki, 10 illik tanışlığımızdan bir saniyədə belə yadımda saxlamamışam. Nağ Bəkir. Çox nağ yerəm. Hər saniyənin bir hökmü var. Dünən o şirkət mənim idi. Bugün səninki deyil. Sabah yenə mənim ola bilər. De görüm niyə gəlmirsən? Nə istəyirsən? Bura gəlib belə qarşılanmağımı gözləmirdim. Dedim yəqin hörmət olunar mənə. Səməndər, hörmət qazanan insana hörmət eləyərlər. Sənə yox. Götür silahını. Dünənin uşaq-muşaqları belində silah kəzdirir. Apar. Nicat Cəlilov Günahkar bədii serialında. Yaxşıyam, çox sağ olun. İnşallah qayıtmaq istəyirəm. Biraz problemlər var, onları həll eləyim. Özünüz bilirsiniz də hamısını. Darıxma Kərim. Yaxşı, mən gedim. Kərim! Kərim, biz yanındayıq. Siz qarışmayın. Sen karışma. Vur Kərim, əla! Vur Kərim! Silah var. Kərim!
Necə? Olmaz, silahlan olmaz qardaş. Dayanacaq. Silahlan. Bırakın. Silahlan çalışalım. Bırakın. Bırak beni! Bırak. Kerim! Bırak! Səbirli ol qardaşım, səbirli ol. Səbirli ol. Daşkın kaçır, daşkın! Yox, bıraxam mənəm səni, yox. Daşkın kaçır! Azat vur. Vur Azat. Fərman, görürsən bu Kərimin hərəkətin? Neyniyib ki? Telefon söndürüb. Bilmir ki, mən burada narahatam. Kənd yeridir, bəlkə dalğa yoxdur. Yox, nə dalğa. Yaxşı Kərim. Yaxşı. Orzanın yerini bilirəm dedin. Bilirsən? Onun yeri bir deyil, iki deyil, hansını deyim? Hardadırsa, onu de. Mən Kərimi qınadım, o cəbidi nəzibildi onu öldürəndə. Amma baxıram ki, düz eləyib. Düz eləməyinə düz eləyib. Amma səhvi də odur ki, bizi xəbərdarlıq eləməyib. Mən sizə xəbərdarlıq eləyirəm. Rızanı mən öldürəcəm. Sən harada olduğunu de. Bircə səfərə versəydim ailesi, o biri dünyaya belə çıxıb getməzdim. Yaxşı da, ay nənə. Sən hələ nə yaşın var ki öləsən? Başlama yenə. Ay bala, xəstə adamam, oldu da qəfildən. Mən səni kimin ündünə qoyub gedərəm? Səriyə nənə, biz ölmüşük bəyə. Qızım, Əsmər mənə rəhmətli oğlumdan qalan yeganə yadigardır. Nənə, darıxmışam səndən ötürü. Heç sənin qəbrivin də yerini bilmirəm. Nənə heç evimizə gəlmədi, qorxuram. Bəlkə də incimisən, küsmüsən məndən. Tural həkim, xeyirdirmi? Xeyirdir. Buyurun, keçin içəri. Nəsə olmayıb ki? Bu ev hardandır sənə? Sən Güneldən qalırdın axı. Başa düşmədim. Nə olub axı? Deyim mən də bilim. Səlimgilin evidir. Səlim, Səlim! Bu Səlim gələndən təmiz özünü itirmisən. Başa düşmədim, nə səhv hərəkət eləmişəm ki? Bir də ki, Səlimin adını niyə hallandırırsınız ki? Çünki Səlim gələndən ağlın başından çıxıb. Nə işimə fikir verirsən? Nə də mənə? Sən bilirsən sən olan duyğularımı? Sən nə danışırsan?
Bu nə danışıqdır? Mən səni özümə qardaş bilmişəm. Nə qardaş, nə qardaş? Gözüm səndən başqa heç kimi görmür. Gedək məndən. Gedək buralardan. O Səlimdən sənə xeyir gəlmir. Gəlməyəcək də. Xahiş edirəm. Çıxın evimdən. Gözləyəcəm səni Əsmər. Yaxşı fikirləş. Abdul? Hə, Abdul. Deyəsən unutmamısan məni. Bilsəydim hazırlıqlı gələrdim. Qorxma, öldürməyəcəm səni. Sadəcə görmək istədim səni. Nəyi görmək istədin? Səni bu gündə görmək istədim. Səfir günündə görmək istədim. Yaxşı. Danışığıma fikir ver. Sən mənim atamın iflas olmağına səbəb oldun. Sənin üzündən atam iflic olub, illərlə yataq xəstəsi olub. Yüzlərlə insanların haqqını yemsən Səməndər. Bunlar sənə bəs eləmədi? Xeyr. O şirkət mənim haqqım idi. Atan getdi, mən qaldım. Şirkət oldu mənim. İndi sən getdin, Bəkir qaldı. Hə? Şirkət kimin oldu? Bizim. Nə? Bu qurmaydı. Bəkirlə sən 10 ildə əlbirsən. Məni allatmısınız, hə? Gedindən belə elədiyin günahların cəzasını çək. Yaxşı. Sizin mənə qarşı elədiyiniz günahların cavabını kim verəcək? Hə? Biz bir günah işlətmişiksə, onun cəzasını Allah verəcək. İndi cəhənnəm ol məkanımdan. Gözüm görməsin səni. Eyb yaxdı. Adama bir xəbər eləyərlər də. Keç otur danışarıq. Kəndə gedəndən aləm dəyib bir-birinə. Niyə? Evimizi çoban satıb. Başqası yaşayır indi. Vay şərəfsiz. Nə əclaf adam imiş o. Tutsaydım, döyüb öldürəcəkdim o oğraşı. Daşqın da kənddə idi. Daşqın? Hə, Nə oldu bəs? nə olacaq? Qırğın düşdü. Polis gəlmədi. Mən çıxdım oradan, dayı bilmədim nə oldu. Silah çıxartmışdılar üstümə, uşaqlar keçdi qabağıma. Məni də çıxartdılar kənddən. Kərim,
belə şeylər olmasın deyə təslim olacam. Yo, heç vaxt elə şeylər fikirləşmə. Əgər bu sübut olsa, sənin əvəzində özüm təslim olacam. Yaxşı? Nəysə biz yolda. 2 günə inşallah qayıdarıq. Özünə müğayət ol. Dünyanın ən gözəl maması. Akşin. Akşin. Zeynep. Ne olub ay qız? Yuxu gördüm Könül. Ne görürdün? Akşin'i gördüm, Coşkun'u gördüm. Allah rəhmət eləsin. Get-gedə lap pis günə qalıram Könül. Axı mənim bu həyatda yaşamağımın nə mənası var? Elə demə. Coşqun boyda oğlum var. Yox da axı. O türmədən çıxınca mən çoxdan Akşinin yanına gedərəm. Hər şey düzələcək. Mən həmişə sənin yanındayım. Bunu heç vaxt unutma. Nə yaxşı ki siz varsınız Könül. Eşidirəm. Gəl qayıt evə. Mən sənə sözümü demişəm. Mən də sənə deyirəm ki, gəl evinə eşidirsən məni. Səməndər, əl çək məndən. Sənin kimərim olmağındansa ömür boyu onun bunun qapısında qulluqçu işləyərəm. Yaxşı. O Bəkirin evinə getdiyinə görə səni dizin süründürməsəm, məndən alçaq adam yoxdur. Sən dünyada ən axırıncı adamsan mənim gözümdə. O başdan xarab nə deyir? Nə deyəcək? Hədəliyir. Sən də arıqma. Hələ gəlib yalvaracaq sənə, görərsən. Uzan. Uzan yat. Deyirəm çıxdın da bu Rızanın axırına. O nə elədisə, öz-özünə elədi. Bir də ki, onun axırına mən yox, Eliyar çıxdı. Eliyar, sən də birinci əməliyyatını dəli ilə başladın. Allah axırın xeyir eləsin. İndi bu dəlini dəlxanaya salmalıyıq, yoxsa içəri? Özün qoyub dəlliyə. Belə dəli zat deyil. Dəlxanaya getsə, bayram olar ona. Sən bu Səməndarın oğlunun ölüm işini çox uzatsan. Bir də gördün töhmət verdilər sənə. Rızanın məsələsi girdi ortaya. Ona görə biraz uzandı. Eliyar, o Əsmər gətir mənim yanıma. Xəstəxanada işləyir. Leyla yaxşı bilir onun ünvanını. Dəvət eləyim, yoxsa gətirim? Dəvət elə. Ağabəyovu görməmsən. Məzuniyyətdədir. Lazım idi? Hə, lazımdır. Ona denən ki, Səməndərin oğlunu özü gətirsin mənim yanıma. Yaxşı. Nə Ağabəyov, öz də məzuniyyətdə olarlar. Yaman Səməndərgili dəstəkləyir. Onlardan bir söz danışan kimi başlayır müdafiə eləməyə. Əgər o işindən istifadə edirsə, mən bilirəm nə edərəm ona.
Sən gözlə. Salam xanım, bir dəqiqə olar. Buyurun, Mənə zəhmət olsa bir dənə bu güldən verin. baş üstə. Buyurun. Çox sağ olun. Buyurun, sağ olun. Çox sağ olun. Əmi salam. Nətərsən dədə? Hardaydınız? Kəndə getmişdik. İşin bu pis vaxtında kənddə nə işiniz var idi? Kəlim kətdədir. Ona görə getmişdik. Öldürdünüz? Yox, qaçdı əlimizdən. Bir işə də yaraya bilmirsiniz. Bizdə bir şey yoxdur. Cəmaat qoymadı. Onun tərəfini saxladılar. Azad düz deyir. İmkan vermədi zibillər. Akşenin qəbri üstə getdiniz? Hə, getdik. Nə üzdən getdiniz? Nətər yanı nə üzünə? Qardaşımın qəbrinin üstünə getməməliyəm. Yox, ixtiyarınız yoxdur. Nə vaxt Səlimi öldürərsən, bax onda da gedərsən. Əmi, vəkildən bir xəbər yoxdur. Var. Bizim binanı da, ofisi də keçirdim adına. Başa düşmədim. Ofis qalır indi Bəkirə. O vaxt. Əmi, bir söz də. Ofisi də, şirkətin binasını da o vaxt keçirtmişdim onun adına. O vaxtı mən də Abdullah'ın atasından bel almışdım o şirkəti. Salam. Deyəsən Salam. çox gözlətdim sizi. Buyurun. Çox sağ olun, Bəkir müəllim. Çox gözəldir. Sizin qədər deyil, əyləşin. Mənim də sizə hədiyyəm var. Ukraynadan gətirmişəm. Nə gözəl. Sizi şirkət rəhbəri olmaq münasibəti ilə təbrik edirəm. Çox sağ olun. Minnətdaram. Nə yaxşı gəlmisiniz Bakıya. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bura bir dəfə gələn həmişə gəlmək istəyir. Ukraynada işləriniz necədir? Düzünü bilmək istəsəz, işlər heç də yaxşı getmir. Əmim də göndərdi ki, gələcək işlər barəsində danışaq. Əminiz Sergey? Bəli, əmim Sergey. Sizinlə işbirliyini davam etdirmək istəyir.
Axırıncı dəfə Sergey bizlə işləmək istəmədiyini bildirdi. Nə oldu birdən-birə? O Səməndərlə işləmək istəmirdi. İndi işin başında siz varsınız. Xeyirlisi nədirsə, o da olsun. Nə olub ay qız? İşə niyə gəlmirsən? Day mən burada işləməyəcəm. Niyə? Səlim qoymur? Səlim heç nə demir. Turala görə. Turala? Hə, Turala. Gecə birdə gördüm gəldi bizə. Dəli kimi idi. Nə dedi sənə? Deyir gözüm səndən başqa heç kimi görmür. Səlimi pislədi. Başı xarab olub bunun. Mən onun dərsini verəcəm. Sən gəl işinlə məşğul ol. Yox Günel. Mən onunla bir də işləməyəcəm bir yerdə. Sən dünən onu o vəziyyətdə görsəydin, mənə deməzdin ki, gəl işlə. Yaxşı Tural, yaxşı. Sən get. Mən onun dərsini verəcəm. Yaxşı. Vəkillərdadır. Bir söz də də. Gedək vuraq öldürək vəkili. Neyiniyək, danış da. Planla iş görmək lazımdır, planla. Nə plan? Hər şeyimizi alıb əlimizdən. Sən plan deyirsən. Azad bir-bir. Birinci Səlimi, sonra Bəkiri. Əmi də pis günə düşür. Yazıq kişi. Başı da xarab olur get-gedə. Nə danışdığını bilmir. Bunlar hamısı Bəkirə görədir, bilirsən bunu? Bilirəm. Onun dərsini verəcəyik geçdiniz. İndi hələ ki, bu pis vəziyyətdən çıxmalıyıq. Belə getsə, pis günə düşəcək pulsuzluqdan. Banklarda da hesabımızı doldurub. Hə, ağa bəyim. Necəsən? Lənətər olacam, pis. Bilirəm, hər şeydən xəbərim var. Vaxt elə görüşək. Görüşməyinə görüşəcəyik, amma bizim idarədə. İdarədə nə işin var? Düzəməlli yerə çağır. Mən çağırmıram, Cəllov çağırır. Nə olub? Neçə gündə niyə yoxa çıxmısan? İşlərim var idi. Telefonuma da zəng çatmır. Heç olmasa bir zəng elə də. Belə lazım idi, ona görə zəng eləməmişəm. Cavanşir öləndən dəli kimi olmusan. Nə olub sənə Kərim? Özün deyirsən Cavanşir ölüb. Sonra deyirsən nə olub sənə? Əmim oğlu ölüb, necə olmalıyam? Yaxşı, əsəbləşmə. Yaxşı ki, sən tez çıxmısan çölə həmin vaxt. Hələ də o anı yaşayıram. Niyə Cavanşir öldürdülər axı? Kimdənsə düşmənçiliyi vardı? Banu, mənə görə öldü. Başa düşürsən, mənə görə öldü. Günahkar mənəm. Sən Əsmərin evinə niyə getmisən? Özdə gecə vaxtı. Başa düşmədim. Deyəsən, sən mənim işçimsən, mən sənin yox. Məndən danışanda biraz tonuvu sal aşağı. Səni hörmətli insan kimi tanıyırdım. Heyif, yanılmışam. Həddi aşırsan Günel. Sən həddi aşdın. Əsmərin evinə gecə sərxoş getməklə. O mənim şəxsi işimdir. Əsmərdən mənim aramdadır. Xeyr, yanlış fikirdəsən. Əsmərin sevgilisi olduğunu bilmirdin? Mən Əsməri tanıyanda bilmirdim onun sevgilisi var. Gecə-gecə evinə gedəndə də bilmirdin? Uzatma Günel. Əsməri qatilə yar etmərəm.
El eləməyin ki, o Səlimdinə zibildə onun başına oynatsın. Eləyərsən, eləyərsən. Bugündən səndən nə desən gözləmək olar. Yaxşı, nə olar? Hə, Daşqın. Danış görək. Sən də mən də danışım. Qardaşın Coşqun Səriyəni öldürəndə niyə mane olmadın? Niyə polisə xəbər vermədin? Birincisi mən orada olmamışam. İkincisi də qoca arvad da ölüb də. Deməli qəsdən öldürmüsüz. Hə? Mən dedim ki, biz öldürmüşük. Yaxşı. Sənin də taleyin Əsmərin dindirilməsindən sonra məlum olacaq. Belə çıxır ki, mənim taleyim bir qızın əlindədir. Əsmər yeganə şahiddir ki, həmin gün o da yoxa çıxıb kənddən. Özdə nənəsi öləndən sonra. Yoxa çıxıb tapın da. Sən narahat olma. Tapmışıq. Əsmərdən sonra yenə də görüşəcəyik səninlə. Maraqlı məkandır. Xoş gəldin. Xeyirli olsun. Keç əyləş. Neynədin? Görüşə bildin Səməndərlə? Hə, çağırtdırmışdım. Bilmirdi məndən görüşəcək. Gələndən sonra bildi. Səməndərin üzünü təsəvvür eləyirəm. Səni görəndə dəli olar. Belə geçsə dəli olacaq. Hər şeyini alacam əlindən. Şirkəti çıxdı əlindən, oldu bizim. Bank hesabı donduruldu. Maşınları da oldu bizim. Hər şeyini alacaq əlindən. Bəlkə evinə dəyməyək. Bəkir, mənim atam xəstə ola çıxartdı bizi evdən. Səməndərə neynirsinsə, yaxşı eləyirsən. Amma yoldaşı Zeynəbə görə evi alma əlindən. Zeynəb sizdə qalırdı axı. Hə, bizdədir. Yazığım gəldi, göndərmədim. Bir oğlu rəhmətə gedib, biri də tutulub, tək qalıb. Mən ev alım əlindən. Sən sonra Zeynəbə bir ev alıb verərsən. Nə lazımsa kömək eləyərsən. Elə mən də o fikirdəyəm. Zeynəb də Səməndərə bizim qədər nifrət eləyir. Bax da, istəsən köməyini eləyərsən. O sənin öz işindir. Bu, Səməndərin oğlunu öldürənlər Cavanşirin əmsi uşaqlarıdır. Rəhmətli öləndən sonra 100% tək qalıblar. İndi Səməndər də hər yerdə onları axtarır. Bizim uşaqlara dəstək olmamız lazımdır. Mən uşaqları tapıb göndərərəm sənin yanında. Əvvəllər qarşıma çıxsaydılar, Allah bilir başlarına nə oynaçardım. Yaxşı ki, çıxmayıblar. Sonra peşman olardım. Mən nə bilərdim ki, Cavanşirin əmsi uşaqlarıdır. Bu Səməndər ilanı yuvasından çıxardanın biridir. Yaxşı ki, mən onun torbasına düşməmişəm. Yorulmayasan. Sağ ol. Neynədin? Rızanın yerini öyrənə bildin? Öyrəndim. Hardadır? İçəridə. Necə yəni içəridə? Tutublar dəlini. Nə pis oldu?
Pis niyə? O əclaf tutulmamalı idi. Ölməli idi. Necə tutublar bilmədin? Öz işçilər satıb. Elə işçilər də özü kimi satqındır. Neçə gündür bir təhərsən? Nə olub sənə Tural? Heç nə olmayıb. Mənə də yox da. Sənin gözünə baxan kimi bilirəm ki, nəsə olub. Pərvin, elə şeylər var ki, demək olmur. Mənə deyə bilmirsən? Öz bacıva dərdini deyə bilmirsən? Mən sevirəm Pərvin. Özdə dəli kimi sevirəm. Sevməyin nəyi pisdir ki? Üzün gülmək əvəzinə gözlərin qan ağlayır. Ağlın Kənandan özvə getməsin. Qız məni sevmir. Başqasını sevir. Bəs niyə ona qarşı sevgi yarandı səndə? Mən onu yolun ortasında huşsuz vəziyyətdə tapdım. Kömək elədim, işə apardım, sağaltdım. Sonra da klinikada işə düzəltdim. Elə danışma. Lazım olsa gedib özüm qızla danışaram. Bəs sevgilisi hardaydı sən bunlar eləyəndə? Bəs söhbət də ondan gedir də. Yox idi. İndi gəlib çıxıb ortalığa. Yaşaya bilmirəm onsuz. Elə danışma. Lazım olsa gedib özüm qızla danışaram. Yox. Hər şeyi özüm həll eləyəcəm. Əsmər məni sevəcək, o qatili yox. Hardan bilirsən o qatildir? Əsmər təzə klinikada qalanda yuxuda danışırdı. Bir dəfə də Günellə danışanda eşitdim. Səlim, bizim kəndə getməyimiz alınmadı. Bundan sonra gərək burada şərait quraq, iş quraq özümüzə. Bəs Rıza? O necə olacaq? Cəzasız qalacaq? Sən o işə qarışma. Özvə həyat qur. Gir instituta, oxu. Əsmərlə evlən. Mən də sənə əlimdən gələn köməkliyi eləyim. Bilmək olmaz, mən həmişə yanında olaram ya olmaram. Hara gedirsən ki? Məni tək qoyub gedirsən? Cəbini mən öldürdüm. İnsan öldürməyə çox ağır bir yara salır adamın ürəyində. Günah işlədim, can aldım. Amma bir tərəfdən fikirləşirəm ki, yaxşı elədim. Dədəmizin ölümünə səbəb olmuşdu. Bir tərəfdən də vicdan əzabı çəkirəm. Çünki ona o canı mən verməmişdim. Qaldı ki, səni tək qoymağıma, bu Rıza insanı arxadan vuran biridir. Bir də gördüm, məni də vurdu. Heç vaxt qoymaram sənə nəsə olsun. Ölərəm, amma qoymaram sənə nəsə olsun. Onsuz da əlimiz qana batıb. O zibili öldürək, sonra da təslim olaq. Heç vaxt qoymaram kimisə öldürəsən. Ya da öldürmək istəyəsən. Bir də bu fikrə düşsən, elə bir Kərim adında qardaşın yoxdur sənin. Yaxşı. Sən necə istəyirsən elə də olsun. Amma sən də uzaq dur o problemli insanlardan. Sənə bir şey olsa, ürəyin partlayar. Sən də evlənmək haqqında fikirləş. Böyük sənsən. Birinci sən, sonra mən. Mən qız tapası, evlənəsi, qocalarsan sən. Get gör Əsmər nə iş görür. Tək qoyma qızı ev. Yaxşı. Hə, necədir? Xoşva gəlir? Hə, yaxşıdır, sakitçilikdir.
Bəs niyə gəlmək istəmirdin? Mən sakit yerə getmək istəyirəm. Eşidirsən? Mən olan yerdə heç bir problem olmur. Mən indi gəlirəm. Keçən dəfəki deyəsən az oldu sizə. Bura niyə gəlmisiniz? Bura niyə gələrlər? Yeyib içməyə. Bura sizin yeriniz deyil. Dostumu da götür, get buradan. Getməsəm nə edəcəksən? Heyf ki, bura yeri deyil. Başa salardım nə olacaq. Gözləyirəm, başa sal. Görürəm mərd oğlana oxşayırsan. İşləyərsən mənlə. Necəsən? Səs eşitdim. Səncə necə olaram? Sənə demək istədiyim bir söz var. Gəlirəm ora. İndi dinən. Yoxsa ürəyim partlayar. Elə bir təklifdir ki, onu üzbəüz demək lazımdır. Belə marağı olmaz. Yoxsa evlilik təklif eləyəcəksən? Gəlirəm, deyəcəm. Yaxşı, gəl gözləyirəm. Yaxşı. Evlənmək təklif eləyəcək. Bilirəm. Nə tez gəldi bu? Sen gülüm ne de kime